Salam əziz izləyicilər. Bugün biz Tibb Universitetinin Təhrik Cərrahi Klinikasında əməliyyat olmuş pasiyenti evə yola salırıq. Evə yola salmamışdan öncə xəstənin sarısı dəyişilir. Yaxınlaşın, çəkin sarısını. Yəni, əməliyyatdan bir gün sonra sarğı necə dəyişilməlidir? Yəni, əməliyyat xüsusi kosmetik sapla tikilir və baxımları və böyük həcmdə olduğundan, yəni kəsiyimiz biraz böyükdür burada. Və bu şəkildə betadin məhluluna işləndikdən sonra isə üzərinə quru sarğı qoyulur. Bir həftədən sonra gələcək sap çıxarılacaq və bir də drenaj boru xaric edilir. Sizdə nə qədər vaxt bunlar açıqlar var idi? 10 ildir bu zordan əziyyət çəkir. Hər hansı bir müalicə almışsınız yoxsa yox? Almışsınız. Bəs şikayət nə idi? Yəni əsas boğulma, sıxılma əlamətləri? Boğulma, sıxılma var idi. Ən çox buradan sıxılma, boğulma, başı aşağı eləyəndə də boğulma əlamətləri var idi. İndi deyin görə nə cür oldu? Bu əməliyyatla gedişinlə bağlı, yəni bir şey hiss elədiniz? Hiçbir şey çox gözəl oldu. Sağ olun, əllərinizə sağlık. Razı qaldınız da bizdən. Allah cümlənizdən razı olsun. Allah sizə şəfaası versin. İnşallah hər şey yaxşı olur. Bizə gələn xəstələr həmişə sonunda onu söyləyir ki, biz hər şey bu əməliyyat belə rahat olasıydı, biz çoxdan gələrdik, çoxdan əməliyyat olunardı. Hansı rayondan gəlmişdiniz? Şəkidən. Şəkinin özündənsiniz yoxsa? Hansı kənddən? Hə, Çiğdəyən. Bizim orada bir pasiyent var, o məsləhət görmüşdü sizi. Buradan Şəkiyə, Şəki rayonuna, Dəhnə kəndinə salamlar olsun. Bəli, bizim o Dəhnə kəndindən bir pasiyent əməliyyat etmişdi. Həmin pasiyent yönləndirdik bu pasiyenti də. Allah şəfa versin, keçmiş olsun. Çox sağ ol.